صلاتي حي على الفلاح قد قامت الصلاة قد قامت الصلاة الله أكبر الله أكبر لا إله إلا الله استو استقيموا اعتدلوا Səhvləri sıx və düzgün tutun. Səhvlərin sıx və düzgün olması namazın kamilliyindəndir. Allahu Ekber. Lillahi Rabbil alemin. Ar-Rahmanir-Rahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وآله وسلم. Əmmə ba'du. İlk öncə hamımızı Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Və sonra mən də təbriklərə qoşuluram. Və dua edirik ki, Allah Azze və Cəllə bu evliliyə xeyir bərəkət versin. Barakallahu lak və baraka aleyk və cəmə'a beynəkuma fi xeyr. Allah Azze və Cəllə daima sizi xeyr üzərində cəm etsin və dünya və axirət səadətini sizin üzərinizdən əksik etməsin. Ümumiyyətlə bu məsələ, əziz qardaşlar, əziz qonaqlar, yəni insanın dünya və axirət səadətinə nail olması, dünya və axirət səadətinə əsas üç şey üzərində durur. Müxtəsər olaraq desək, birincisi, nemət anında bəndənin Rəbbinə şükür etməsi və müsibət anında səbr etməsi və günahlara qarşı daima dilini istiğfar ilə nəm tutması. Bu üç şey dünya və axirət səadətinin əsasıdır. Həm də bu üç şey elə şeydir ki, insan həyatı bunsuz keçinə bilməz. Yəni, əgər insan insandırsa, yer üzündə yaşayırsa, mütləqdir ki, bəlalar ona gəlməlidir. Əgər Adəm övladıdırsa, mütləqdir ki, o günah etməlidir. Və yer üzündə yaşayırsa, o şək yoxdur ki, Allahın nemətləri ilə yaşayır. Və bu dediyimiz şeylərdən birincisi nə idi? Nemət anında qulun Rəbbinə şükür etməsi, Allahdan gələn nemətləri şükürünə qarşılaması. Bu da üç şeylə olur. Həmin o neməti Allahdan bilmək, necə ki, Uca Allah buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Sizin sahib olduğunuz hər şey Allahdandır. Yəni, bəndənin sahib olduğu şeyi Rəbbindən bilməsi və sonra bunu dilinə gətirməsi, yəni qəlbində bunu bilməsi kifayət eləmir. Ona görə Uca Allah buyurur ki, يَعْرِفُونَ نِعْمَةَ اللّٰهِ. Onlar Allahın nemətlərini bilirlər. ثُمَّ يُنْكِرُونَهَا. Lakin sonra onu dilləri ilə inkar edirlər. وَأَكْثَرُهُمُ الْكَافِرُونَ. Və onların çoxsu da kafirlərdir. Deməli, bəndənin üzərində olan neməti Allahdan bilməsi, onu dilinə gətirməsi və əməli olaraq o nemətə şükür etməsidir. Əməli olaraq da nemətə şükür nədir? O neməti qoruması və asilik yolunda yox, itayət yolunda sərf etməsi. Ona görə Ömər ibn Abdülaziz rahiməhullah deyərdi ki, Əş-şükru tərkül maasi. Həqiqi şükür asilikləri tərkləməkdir. Əgər qul üzərində olan, əlində olan neməti itayətə yönəldirsə,
asilikdən uzaq tutursa, artıq əməli olaraq o nemətə şükr etmiş sayılır. Bu birinci məsələ idi. Bəndənin sahib olduğu nemətləri şükürlə qarşılaması. Və ikincisi, ona bu dünyada müsibət, yəni başına gələcək bəlalara, müsibətlərə səbr etməsi. Və bu da dünya həyatın həqiqətidir. Bu Allahın vədidir. Uca Allah buyurur ki, وَلَنَبُلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْسٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ. Biz sizi biraz qorxuyla, biraz azlığıyla, biraz mal, övlad, can itkisi ilə mütləq və mütləq imtihan edəcək. وَبَشِّرِ sabirin. Və səbr edənləri müjdələ. Bu dünya həyatın həqiqətidir. Ona görə İbnül Qayyim rahmetullahi aleyh deyir ki, aqil insan o insandır ki, müsibət başa gələn ilk anda onu səbirlə qarşılayır. Bu aqil insandır. Ona görə alimlərdən bəziləri səbrin tərifini belə veriblər. Deyiblər ki, səbir müsibətin başa gələn ilk anda olur. Müsibət başa gələn ilk anda olur səbir. Və bu ixtiyarı səbirdir. İnsana əcr gətirən, savab qazandıran səbir budur. Bir də var bunun əksi icbari səbir. O da nədir? İnsanın başına müsibət gələndə insan sızlayır, deyinir, danışır, səbirsizlik edir. Müddət keçəndən sonra artıq o müsibət onun üçün adiləşir və istər-istəməz səbr edir. Bu da icbari səbirdir. Bu insana əcr gətirmir. Ona görə Allahın rəhmətindəndir ki, bu dünya həyatında baxırıq, hər şey kiçik olaraq başlayır və get-gedə böyüyür. Yalnız bəladan başqa. Bəla başa gələndə birinci böyük gəlir. Və sonra zaman keçdikcə o müsibət, o bəla kiçilir. Ona görə aqil insan odur ki, müsibət başa gələn ilk anda ona səbr edər. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, müminin halı çox qəribədir. Nə olursa olsun onun üçün xeyirdir. Əgər Allahdan ona istədiyi bir nemət gəlsə, o səadətin əsası, o da insanın işlədiyi xətaları, o ayaq sürüşmələrini, günahlarını istiğfarla qarşılamasıdır. Və həmçinin bilmək lazımdır ki, tövbə ilə istiğfar arasında da fərq var. İstiğfar tövbə deyil. Alimlər 20-dən artıq fərq gətiriblər tövbə ilə istiğfar arasında. Ona görə məsələn ayəyə fikir verin. وَأَنِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ. Siz Rəbbinizə istiğfar edin, sonra ona tövbə edin. Görün Allah Azze ve Celle ayədə tövbə ilə istiğfar necə ayırdı. Həmçinin sünnədə də Əstəğfirullah və atubu ileyh. Allahım sənə istiğfar edir və sənə tövbə edirəm. Deməli istiğfarla tövbə arasında fərq var. Və əsas fərqlərdən birisi nədir? Əsas fərqlərdən birisi odur ki, insan günah edə-edə günahı tərk etmədiyi halda istiğfar edə bilir. Və bu tövbədən əsas fərqidir. Onda sual ortaya çıxa bilər ki, bəs bunun faydası nədir? Faydası odur ki, insan hətta günahı tərk etməsə belə, günah üzərində olduğu halda istiğfar etməsi bu dəlildir ki, insan etdiyi əməlin Allah qatında günah olduğunun fərqindədir və ondan qorxur və nə vaxt öləcəyini, nə vaxt Rəbbinə qovuşacağını bilmir. Ola bilsin müəyyən səbəblərə görə o günahı tərk edə bilmir, iradəsi zəifdir və s. Amma Rəbbindən qorxur, o günahı etdiyi halda yenə də Allahdan bağışlanma diləyir və bu istiğfardır. Və tövbədən fərqlərindən birisidir. Ona görə Uca Allah buyurur ki, وَمَا كَانَ اللّٰهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ. Onlar istiğfar etdikləri halda Allah onlara əzab verəsi deyil. Onlar, günah edənlər istiğfar etdikləri halda Allah onlara əzab verəsi deyil. Bu hələm istiğfarın bu dünyada olan faydalarındandır. Hətta dünyəvi faydaları. Ona görə baxın Nuh aleyhissalam öz qövminə, müşrik olan qövminə nə dedi? فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَلْ لَكُمْ جَنَّاتٍ وَيَجْعَلْ لَكُمْ أَنْهَارًا. Nuh aleyhissalam öz qövminə deyir ki,
Rəbbinizə istiğfar edin, günahlarınızın bağışlanmasını diləyin ki, o göydən sizə yağış göndərsin. Mal dövlət ilə, oğul uşaq ilə sizi gücləndirsin və sizin üçün yaşıl bağlar və axan çaylar yaratsın. Nəyin səbəbi ilə? Özdə müşrik qövmü üçün. İstiğfarın səbəbi ilə. Ona görə Allah Azze ve Celle buyurur ki, وَاَنْ اِسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا اِلَيْهِ يُمَتِّعْكُمْ مَتَاعًا حَسَنًا اِلَى اَجَلٍ مُسَمَّى. Siz Rəbbinizə istiğfar edin və ona tövbə edin ki, heç olmasa bu dünyada Allah Azze ve Celle müəyyən bir vaxta qədər sizə xoş güzaran versin. Hətta bu dünyada istiğfarın insana, bəndəyə gətirdiyi faydalarından birisidir. Və bu qeyd elədiyimiz üç şey, əziz qardaşlar, dünya və axirət səadətin əsasıdır. Qeyd elədiyimiz kimi, nemətləri şükürlə qarşılamaq, bəlaları, müsibətləri səbirlə qarşılamaq və asilik etdikdə, xəta etdikdə, ayaq sürüşdükdə insanın daima istiğfar etməsi. Həsən Əl-Basri rahmetullah aleyh öz tələbələrinə, övladlarına nəsiyyətində deyərdi ki, bu həmçinin Loğman əleyhissalamdan da rəvayət olunub ki, öz oğluna nəsiyyətində bunu deyərdi. Deyərdi ki, evində olanda, yolda gedəndə, bazarda olanda, məclislər. Yenə də təbrik edirəm. Allah Azze ve Celle xeyirli, bərəkətli, mübarək etsin. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm. Rabbil alemin. Və salatu və selamu ala işrafil enbiya vəl mürselin. Nəbiyina Muhammedin və ala alihi və sahbihi əcma'in. Əmmə bə'd. Mən də bəyimizi təbrik edirəm və Peyğəmbər sallallahu aleyhi ve sellemin yeni evlənilər üçün etdiyi duanı mən də edirəm. Barakallahu ləkə və barakə aleykə və cəmə'ə beynəkmə fi xeyr. Allah bu izdivacı xeyirli, bərəkətli etsin və bütün xeyirləri sizin üzərinizə etsin. Və evlilik xoşbəxtçiliyi əldə etmək üçün olan səbəblərdən biridir. Əsas səbəb deyil, amma səbəblərdən biridir. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisində buyurur ki, kim evlənərsə artıq dininin yarısını qorumuş olar, qoy o birisi yarısına görə Allahdan qorxsun. Eləcə də Uca Allah Quran-ı Kərimdə buyurur ki, وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا. Allahın nişanələrindəndir ki, özünüzdən sizə zövcələr, qadınlar yaratdı ki, onunla sükunət tapasınız. Yəni, insan rahatlığın ailədə tapır. Və daim insanlar xoşbəxtlik axtarışındadır. Daim hər kəs xoşbəxtçilik axtarır. Və sadəcə biz dünya xoşbəxtçiliyin deyil, dünya və axirət xoşbəxtçiliyini axtarmalıyıq. Yəni, evlilik dünya xoşbəxtçiliyindən bir səbəb ola bilər və böyük səbəblərdəndir, bəli. Amma axirət xoşbəxtçiliyi əldə etmək üçün başqa səbəblərdə axtarmaq lazımdır. Biz dedik ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisini getirdik ki, insan evləndikdə dinin yarısını qorumuş olur. Yəni, özünü haramlardan, şəhvətlərdən qorumuş olur. Bununla dinin yarısını qorumuş olur. Və insan ümumiyyətlə Allahın buyurduqların, əmirlərin yerinə yetirməlidir ki, eləcə də qadağan etdiklərindən uzaq durmalıdır ki, o həqiqi xoşbəxtçiliyi tapsın. Çünki insan Allaha asi olanda o xoşbəxtçilikdən uzaq düşür. Yəni, asiliklər ardınca başqa bir asiliklər getirir. Bir asilik özündən sonra getirən başqa bir asiliklə insanı yıxır. Necə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sizi kiçik günahlardan çəkindirirəm. Çünki onlar insanın üzərində o qədər toplaşar ki, hətta insanı yıxar, həlak eləyər.
yəni insanı həlak edənə kimi əl çəkməz o kiçik günahlar. Ona görə də günahların təsiri insana böyükdür. Dünyasında, yaşayışında, eləcə də axirət xoşbəxtçiliyinin əldə etməsi üçün onun qarşısını alır. Necə ki, İbn-i Qeym rahiməhullah günahların aqibətini getirən vaxtı deyir ki, bu günahlar insanı mütləq həlakə aparacaqdır. Bu labüddür. Və onun insanın qəlbinə olan zərəri bir zəhərin insanın bədənə verən zərəri kimidir. Zəhər insanın bədəninə necə zərər verirsə, günahlar da insanın qəlbinə elə zərər verir. Və ardında İbn-i Qeym rahiməhullah buyurur ki, məgər bəşəriyyətin atası olan Adəm əleyhissalamı rəhmət diyarından imtihan diyarına, bədbəxtçilik diyarına göndərən onun asiliyi olmadı mı? Məgər İblisi göylərin mülkündən, yəni göylərdən, Allahın rəhmət olduğu yerdən, Allahın lənətin qazandıracaq şey, onun üzün dəyişib, iyrənc hala getirən bir şeyə çevirən, onun günahlı olmadı mı? Asilikləri olmadı mı? İtaatsizlikləri olmadı mı? Məgər yer üzünü, hamısını, hətta dağların başına çıxsalar belə, yer üzünü suya qərq edən insanların yer üzündə törətdikləri əməlləri olmadı mı? Məgər insanlara güclü külək göndərən, onları yer üzündən, xurma ağacın yerdən qoparılmış kimi insanları yerdən qoparan küləyə səbəb onların asilikləri olmadı mı? Bunlar hamısı insanın günahlarının aqibətidir. Eləcə də İbn-i Qeym rahiməhullah günahların aqibəti haqqında buyurur ki, deyir ki, günahlar insanı müvəffəqiyyətsizliyə, yəni az müvəffəqiyyətə, eləcə də düzgün rəy verməməyə, düzgün qərar verməməyə, vaxtın itməsinə, Rəbbi ilə özü arasında olan bir qəribliyə, duasının qəbul olmamasına, ömrünün və ruzinin bərəkətinin getməsinə səbəbdir və bir neçə şey, daha çox şeylər sayır ki, o günahlar insanı bura aparır. Ona görə də insan öz nəfsini günahlardan qorumaq üçün evləndiyi kimi, eləcə də günahlara aparan şeylərdən öz nəfsini saxlamalıdır. Allahın ayələri, Allahın kitabı, Allahın sözü, əmri insana təsir etməlidir. Allah insana qadağan etdiyi şeylər insanın zərərinədir ki, Allah qadağan eləyib. İnsan ondan uzaq durmalıdır. Ona görə də çalışmalıdır ki, Allahın buyurduqlarına əməl etsin ki, eləcə qadağalarından çəkinsin ki, o asiliklərə düşməsin ki, o bu dünya və axirət xoşbəxtçiliyini əldə etsin. Uca Allah Quran-ı Kərimdə buyurur ki, Mən amilə salihən min zəkərin əv unsə və huvə müminun fələnuhiyyənəhu həyətən tayyibə və lənəcziyənəhum əcrəhum bi əhsəni mə kənu ya'malun. Mömin olduğu halda, kişilərdən və qadınlardan mömin olduğu halda salih əməl görənlərə bu dünyada xoşbəxt həyat bəxş edərik. Ahirətdə də mükafatın dəfələrlə artıq verərik. Deməli, salih əməl görmək, salih əməl nədir? Allahın itayətlərini yerinə yetirmək, təqvadır. Allahın əmrlərini yerinə yetirmək, qadağalarından çəkinmək. Salih əməl getirmək, Allahın əmrlərini yerinə yetirmək, Allahın qadağalarından çəkinmək, insanı bu dünyada xoşbəxt həyata aparır. Çünki o yaşayan vaxtı, bu həyatda yaşayan vaxtı bilir ki, onun başına Allahın yazdığı zərərdən artıq bir şey gələ bilməz. Və ya Allah istəməsə ona heç kəs zərər verə bilməz. Ona görə də xoşbəxtdir. Allahın əmrindən bu kainat qırağa çıxa bilməz. Ona görə xoşbəxtdir. Bunu bildiyi halda xoşbəxtdir. Çünki o, Allahın əmrini yerinə yetirir,
və onun üçün uca Allah Quran-ı Kərimdə buyurur ki, müttəqilər üçün bugün nə hüzün vardır, nə kədər vardır, nə qorxu vardır. Qiyamət günü onlar üçün qorxu olmayacaq, kədərlənməyəcəklər. Bu dünyada xoşbəxt olduğu kimi, ahirətdə də xoşbəxt olacaqlar. Allahdan istəyirəm ki, Allah bizə dünya və ahirət xoşbəxtçiliyi versin, bizi Firdos cənnətlə cəm eləsin. Bir daha təbrik edirəm. Subhanakallahumma bihamdik və əşhədu an la ilaha illa ent və estəğfiruka və etûbü ileyk. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Mən də həmçinin öz növbəmdə Dəmir qardaşımızı başda olaraq, ilk olaraq təbrik edirəm. Və Allahdan istəyirəm ki, Allah Taala onun bu izdivacını, evliliyini xeyirli və bərəkətli eləsin. Allah Taala dünya və axirət xeyirlərini onlar üçün cəm etsin. Və həmçinin valideynlərini, qohumlarını, yaxınlarını, hər bir kimsəni də təbrik edirəm. Allah Subhanahu Taala qardaşımıza Allaha və Rasuluna itaat eləyən zürriyyət bəxş eləsin. Və həqiqətən ailə həyatı qurulması Allah Taala'nın müsəlman kişi və qadın üçün olan böyük neymətlərindəndir. Yəni bu neymət elə bir neymətdir ki, insanın dinini tamamlayan, dinini kamilləşdirən neymətlərdən sayılır. Və digər neymətlərdə olduğu kimi bu neymətdə də, ailə həyatında da insan bu neyməti qoruyarsa, neymətin dəyərini bilərsə, bu neymət onun üzərində davamlı olar və bərəkətli olar. Və digər neymətlərdə olduğu kimi, həmçinin insan, yəni neyməti verən Allah Taala'ya şükür etməyi bacarmalıdır. Və həmçinin daima bu neyməti xatırlamalıdır. Və ailə həyatı qurulması müsəlman kişi və qadın üçün böyük bir neymətlərdən sayılır. Və insan bu neyməti qoruması həm kişi, həmçinindəki qadın, yəni ailədə Allah və Rasulunun əmirləri və qadağanlarının icra olunmasıdır. Əgər bir ailədə Allahın əmirləri hər şeydən üstün olarsa, Allahın əmirləri icra olunub, həmçinin Allahın qadağan etdiyi şeylərdən çəkinilərsə, o ailədə xeyir və bərəkət bol olar. Və əlbəttə ki, hər bir kəsin, istər kişi, istərsə də ki qadın, hər iki tərəfin bir-birləri üzərində haqları var. Və əlbəttə hər kəs öz haqlarını bacardığı qədər yerinə yetirməyə və qorumağa həris olmalıdır. Və yəni kişinin ailəsi üçün vaxt ayırması, ailəsi ilə maraqlanması, övladlarının tərbiyəsi ilə maraqlanması bu kişinin vəzifələrindəndir. Kişiyə vacib olan şeylərdəndir, hansı ki, qiyamət günü Allah Taala onu bu şeylər barəsində soruşacaq. Və insanın, yəni müsəlman kişinin əsas xeyri və bərəkəti, faydası öz ailəsinə olmalıdır. Öz evinə olmalıdır. Öz zövcəsinə və uşaqlarına olmalıdır. Və Maliki məzhəbinin imamlarından olan İmam Abdülbər Rahimullah, İbn Abdülbər Rahimullah buyurur ki, "Mən qallə xeyruhu alə əhlihi fələ tərcu xeyrahu." Əgər bir kimsənin ailəsinə olan xeyri azdırsa, ondan başqa bir xeyir umma. Əgər bir kimsənin ailəsinə olan xeyri, faydası azdırsa, ondan başqa bir xeyir gözləmə. Ona görə müsəlmanın əsas xeyri, faydası
öz ailəsi üçün olmalıdır. Bəzən görürsən ki, müsəlman kişilər və yaxud da ki, müsəlmanlar, xüsusən də ki, kişilər, yəni ailə haqlarını qorumaqda onlara vacib olanı yerinə yetirə bilmirlər. Görsən ki, müsəlman saatlarla çöldə vaxt keçirir, amma ailəsi üçün bu qədər vaxt sərf etmir. Və bu da ki, əlbəttə ki, yəni bir-birlərinin haqlarını pozmaqdandır. Və əlbəttə İslam dini ümumiyyətlə bütün əmirləri və qadağanları insanların xeyrinədir. İslam dinində bizə əmr olunan bütün əmirlər və qadağan olunan bütün qadağanlar, Allah Taala'nın bizi çəkindirdiyi bütün şeylərdə insanlar üçün xeyir var. İnsan bundan çəkinərsə, uzaq durarsa, insan üçün xeyir var. Və bu xeyir sadəcə dünyada deyil, həm dünyada, həmçinindəki axirətdədir. Həmçinindəki fayda da. Allah Taala'nın bizə əmr etdiyi bütün əmirlərdə insanlar üçün fayda var. Və bunun faydası da yenə insana həm dünyada, həmçinindəki axirətdə gəlir. Həm dünyada, həmçinindəki axirətdə. Və yəni İslam qardaş olmağı, mehribançılığı və qardaşlar, müsəlmanlar arasında bir-birləri ilə nəsihətləşməyi bizə əmr edir. Və insan müsəlman qardaşının başına gələn müsibətdən özü də narahat olmalıdır, özü də sıxılmalıdır. Və müsəlman qardaşının başına gələn müsibətə sevinməli deyil. Və İbn-i Qayyim Rahimullah buyurur ki, qəlbdə olan bir günah var ki, hansı ki insanların əksəriyyəti bunun fərqində deyirlər. Halbuki bu günah böyük günahlardan sayılır. Və İbn-i Qayyim Rahimullah buyurur ki, bu günah insanın başqa bir müsəlmanın başına gələn müsibətə və bəlaya görə sevinməsidir. Yəni baxın, insan başqa bir müsəlmanın başına gələn müsibətə və bəlaya görə sevinməsi, qəlbində buna şad olması, sevinməsi insanı böyük günahlara düşməsinə səbəb olur. Ona görə, yəni İslam dini müsəlmanlara doğru düzgün İslamı yaşamağı əmr edir. Allah Taala'nın buyurduğu kimi və Peyğəmbər sallallahu aleyhi və səlləmin yaşadığı kimi yaşamağı bizə əmr edir. Və Sufyan Əs-Savr Rahimullah Əhl-i Sünnənin böyük imamlarından olub, mühəddislərdən olub və İmam Əhmədin vaxtında yaşayıb. Sufyan Əs-Savr Rahimullah buyurur ki, əvvəllər insanlar bir-birləri ilə qarşılaşdığı zaman bir-birlərinə fayda verirdilər. Baxın, yəni 3-cü əsrdə, 200-cü illərdə yaşayan imamdır. Deyir ki, əvvəllər, yəni özlərindən qabaq, yəni bundan 1200 il əvvəl yaşayan bir imamdır. Deyir ki, əvvəllər insanlar qarşılaşdığı zaman, yəni müsəlmanlar bir-birləri ilə görüşdükləri zaman bir-birlərinə fayda verirdilər. Halbuki deyir, bugünkü gündə bu tərk olunub. Yəni insanlar buna əməl etmirlər. Bir-birləri ilə qarşılaşdıqları zaman bir-birlərinə fayda vermirlər. Və bugünkü gündə deyir ki, onları tərk etmək daha xeyirlidir. Yəni insanlardan uzaq durmaq daha xeyirlidir. Yəni baxın, bunu 1200 il əvvəl deyən bir imamın sözüdür. Yəni görün bugünkü gün necədir. Ona görə müsəlmanlar öz aralarında daima bir-birlərinə fayda verməyə, xeyir verməyə və nəsihət etməyə həris olmalıdırlar. Və İbn Hibban Rahimullah buyurur ki, xayrul ixvani əşədduhum mübələğətən fin-nasihə. Deyir ki, ən xeyirli qardaşlar, ən xeyirli dostluqlar, ən xeyirli qardaşlığı və dostluğu edən kimsələr bir-birlərinə nəsihət etməkdə həddi aşan kimsələrdir. Yəni bu şeydə həddi aşmaq qınanılmır. Ki insan
günah gördüyü zaman, xəta gördüyü zaman, qardaşında hər hansısa bir səhvi gördüyü zaman ona nəsihət etməyə, ona tövsiyə etməyə həris olmalıdır. Çünki bu, yəni müsəlmançılığı və bir-birlərinin imanının qorunmasına ən böyük səbəblərdəndir. Və yenə Allahdan istəyirəm ki, Allah Subhanahu taala bizi dinimizi doğru düzgün yaşamağa müvəffəq eləsin və bu din üzərində də bizim canımızı alsın və Allah taala evlənməyən subaylara da ailə həyatı qurmağı bəxş eləsin. Subhanəkə Allahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfirukə və ətubu ileyk. Bismillahirrahmanirrahim. Və salatu və salamu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləm təslimən kəsirən ilə yevmiddin əmmə ba'd. Mən də qardaşlarımın təbrişinə qoşularaq bəyimizi təbrik edirəm. Allah Azza və Cəllə bu evliliyə xeyirli, bərəkət versin. Və sonra Bəqərə surəsinin 77-ci ayəsini xatırlatmaq istəyirəm. Uca Allah buyurur ki, Əvələ ya'ləmunə ənəlləhə ya'ləmu mə yusirrunə və mə yulinun. Məgər onlar bilmirlər ki, Allah onların gizlətdiklərini və aşkara çıxartdıqlarını bilir. Allah Azza və Cəllə bizim hər birimizin qəlbində olanı bilir. Ona necə təqvalıyıq, ona necə şükür edirik, ona necə təzim edirik, onunla necə müamilə edirik. Bunların hamısının aləmlərin Rəbbi olan Allah Azza və Cəllə bilir. Bu alimlər deyirlər ki, Bəqərə surəsinin 77-ci ayəsi bizə bəzi şeyləri öyrədir. Birinci, təqvanı öyrədir. Hər bir müsəlman bilir ki, Allah onun aşkarın və gizlinin bilir. Və bunu bildiyi halda Rəbbi ilə təqvalı olur. Təqva dedikdə əziz qardaşlarım, necə ki, Əli bin Əbi Talib deyir, bir təqva, Allahdan qorxmaq, Quranla əməl etmək, aza qani olmaq və axirətə hazırlaşmaq deməkdir. Yəni bizlər Allaha təqvalı olmalıyıq. Necə ki, Allah Azza və Cəllə Quran-ı Kərimdə onlarla ayədə bizi təqvaya çağırır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədislərində bizi təqvaya çağırır. Və buyurur ki, təqva insanı cənnətə aparır. Buyurur ki, təqva qəlbdə olur. Və Allah Azza və Cəllə bizim qəlbimizə baxır. Allahın baxdığı yer bizim qəlbimizdir. Və biz Rəbbimizdən qorxmalıyıq. Necə ondan qorxmalıyıq? Sevərək ondan qorxmalıyıq. Onu təzim edərək ondan qorxmalıyıq. Çünki o həqiqətən heybətlidir. Həqiqətən o hər şeyə qadirdir. Həqiqətən o həmişə yaşayandır, yaşayışı kamildir. Həqiqətən o insanlara və bütün məxluqata sürət verəndir. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, Huvallahul xaliqul bəriul musavvir. O Allah xaliqdir, hər şeyi yoxdan təqdir edəndir və bəridir, yoxdan var edəndir və musavvirdir. Bütün məxluqatlarına sürət verəndir. Və insan öz sürətinə baxmalıdır. Və Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, o sizə analarınızın bətnində istədiyi sürəti verəndir. Allah Azza və Cəllə bizə sürət verib və bizə həyat verib və bizə sayısız hesabsız nemətlər verib və bunun sayəsində bizlər də Rəbbimizi daim xatırlamalıyıq. Çünki o xatırlamağa ən layiq olandır. Onun daim adını uca tutmalıyıq. Və əziz qardaşlarım, Bəqərə surəsinin 77-ci ayəsi bizə birinci təqvalı olmağı öyrədir. Sonra bizə nəfsimizi hesaba çəkməyi öyrədir. Necə ki, Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, وَالْتَنْزُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدٍ. Hər kəs sabahı üçün nə hazırladığına baxsın. Yəni Allah Azza və Cəllə bu ayədə də bizə azuqə toplamağı əmr eləyir. Necə ki, Allah Azza və Cəllə başqa bir ayədə buyurur, فَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى. Azuqə toplayın, ən xeyirli azuqə təqvadır. Və müsəlman daim öz nəfsin hesaba çəkməlidir. Allah Azza və Cəllə
Quran-ı Kərimdə and içir. Fəvərabbikə lənəsəlennəhum əcməin. Ey Muhammed, Rəbbinə and olsun, onların hamısını sorğu-sual edəcəyi. Yəni Allah Azza və Cəllə bizi sorğu-sual edəcək. Bu dünyada hansı əməlləri etmişik? Və başqa bir ayədə Allah Azza və Cəllə buyurur ki: "Yevmə tecidu kullu nefsin mə amilət min xeyrin." O gün hər kəs nə yaxşı əməl edibsə onun qarşısına çıxacaq və nə pis bir əməl edibsə o da onun qarşısında hazır olacaq və insan o zaman arzu edəcək ki, onunla əməllər arasında uzaq bir məsafə olsun. Ona görə əziz qardaşlarım, daim aləmlərin Rəbbi olan, Xaliqiniz olan, Raziqiniz olan, sizi yaşadan, sizə ruzu verən, sizi qoruyan, sizdən xəbərdar olan, sizə raqib olan, yəni hər şeyi bilən və sizinlə daim bərabər olan Allahdan qorxun, onun əmrlərini yerinə yetirin və onun Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olun. Və bu qədər Allah bizi eşidib faydalardan etsin. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illa ent, estağfiruka və etûbü ileyk.